Əhəmənilər imperiyasının hakimiyyəti dövründə Azərbaycan. Əhəmənilər imperiyası eramızdan əvvəl 550-ci ildən 330-cu ilə qədər mövcud olubdur. Əvvəlcə onların hakimiyyət illərini bura yazırıq. 330. İndi isə variantlara baxırıq. Şimalında sosial bərabərlik mövcud idi ifadəsi yanlışdır. Çünki artıq dövlətlər yaranıbsa, ibtidai icma quruluşu dağılıbsa, burada sosial bərabərlikdən söhbət gedə bilməz. Sosial bərabərsizlik hökm sürür. Ona görə bu variantı çıxırıq. Əhali siyasi proseslərə qatıla bilmirdi. Xeyr, əhali siyasi proseslərdə iştirak edirdi. Ona görə bunu da çıxırıq. Şimalında əhalinin adət-ənənələrinə toxunulmurdu. İfadəsi doğrudur. Əhəmənilərin Azərbaycan şimalındakı hakimiyyəti nominal, şərt xarakter daşıyırdı. Cənub torpaqları imperiyanın tərkibində deyildi. Yanlışdır. Əksinə, cənub hissəsi tərkibində idi əsas olaraq. Cənubunda köçəri İskit tayfalarının ağalığı davam edirdi. Xeyr, bu dövr üçün İskit ağalığı xarakterik bir xüsusiyyət deyil. Ona görə bunu da çıxırıq. Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Əvvəlcə 1, 2, 3-ü qeyd eləyək. Mihraqulu xan verilib, Bumun xaqan verilib. 6-cı yüzillikdə hakimiyyətdə olmuşdur. Hər ikisi üçün xarakterikdir. 3-ə A yazırıq. Yeni dövlətin əsasını qoyması Bumun xaqana aiddir. 2-yə B yazırıq. Bizans üzərinə dağıdıcı hücumlar etmişdir. Bu heç birində yoxdur. C-ni çıxardırıq. Aşina nəslindən idi. Yenə Bumun xaqana aiddir. 2-yə D qoyuruq. Hindistanın şimal-qərbini işğalını başa çatdırmışdır. Bu Mihraqulu xana aiddir. Ona görə 1-ə Y yazırıq. İndi isə cavabı axtarırıq. 1-ə Y, 2-yə B-dir, 3-ə A. Bu variant da uyğundur. Digər variantlar yanlışdır. Azərbaycanda və Qərbi Avropada feodal münasibətlərinə aid ümumi cəhətdir. Kəndlilərin çoxu feodallardan şəxsən asılı idilər. Xeyr, bu ümumi cəhət deyil, çünki Azərbaycanda şəxsən yox, iqtisadi asılılıq olmuşdur. Şəxsən sözünün üzərinə X qoyuruq və qarşısına çıx işarəsi qoyuruq. Feodalların xüsusi təsərrüfatı yox idi. Bizdə xüsusi təsərrüfat yox idi, əsasən dövlət tərəfindən idarə olunurdu hər şey, amma Avropada feodalların xüsusi təsərrüfatı olmuşdur. Ona görə də burada da çıx işarəsi qoyuruq. İbtidai icma quruluşunun dağılması ilə yaranmışdır. İbtidai icma yox, burada yazılmalı idi ki, quldarlıq quruluşunun dağılmasından sonra. Növbəti varianta baxırıq. 1000 ildən çox davam etmişdir. Bu bizim düzgün cavabımız olacaq, saxlayırıq. 17-ci əsrdə başa çatmışdır. Bu Avropaya aiddir. Bizdə 19-cu əsrdə başa çatıbdır. Qaydaq düzgün cavabı izah eləməyə. 1000 ildən çox davam etmişdir. Yəni bizdə 3-cü əsrdə başlayıb 19-da bitibdir. 1000 ildən çox eləyir. Onlarda da 5-də başlayıb 17-də bitibdir. Yenə 1000 ildən çox edir. Düzgün cavabımız budur. Böyük Hun və qədim Çin dövlətləri şimaldan gələn hücumlara qarşı Böyük Çin səddi tikmişdilər. Bu, Böyük Huna yox, qədim Çinə aid bir xüsusiyyətdir. Qarşısına çıx qoyuruq. Eradan əvvəl 3-cü yüzilliyin birinci yarısında yaranmışdılar. Böyük Hun və qədim Çin hər ikisi 3-cü əsrin ikinci yarısında vahid halda birləşdirilibdir. Ona görə bu cavab da yanlışdır. Makedoniyalıların şərqə yürüşünü dayandırmışdılar. Makedoniyalılar ümumiyyətlə bu ərazilərə gəlib çatmayıbdır. Qarşısına çıx qoyuruq. Bir-biri ilə davamlı mübarizə aparmışdılar. Bəli, uzun müddət bir-biri ilə mübarizə aparıblar. Bu bizim düzgün cavabımızdır. Asiya qitəsinin qərbində qonşu dövlətlər idilər. Qonşu olmağına qonşu idilər, lakin qərbində yox, şərqində yazılmalı idi. Çünki hər iki dövlət şərqdə yerləşirdi. Düzgün cavabımız bir-biri ilə davamlı mübarizə aparmışdılar. Məzdəkilər hərəkatı ilə Xürrəmlər hərəkatına ümumi cəhət deyil. Məzdəkilər hərəkatı üzərindən yazaq. 481-529-cu illərdə olubdur. Xürrəmlər hərəkatı isə 778-ci ildən 837-ci ilə qədər davam edibdir. İndi variantlara baxaq. Azərbaycanın cənub torpaqlarına təsir etmişdir, edibdir. Bizdən ümumi olmayan cəhət istəyir. Ona görə bunu çıxırıq. Ədalətli cəmiyyət qurulmasına cəhd göstərilmişdir. Bəli, hər ikisinin əsas ideyaları elə buydu. Çıxırıq. Mərkəzi hakimiyyətə qarşı yönəlmişdir. Bəli, həm məzdəkilər, həm xürrəmilər ərəb ağalığına, xürrəmilər
Məzdəkilər də Sasanilərin hakimiyyətinə qarşı yönəlmişdi, yəni mərkəzi hakimiyyətə qarşı yönəlmişdi. Birinci minilliyin ikinci yarısında başlamışdır. İlinə fikir veririk. Məzdəkilər ikinci yarısında yox, birinci yarısında, yəni 481-də başladığına görə bu ümumi cəhət deyil. Bunu düzgün cavab kimi götürəcəyik. Əhali arasında geniş vüsət alsa da yatırılmışdır. Bəli, hər iki üsyan Məzdəkilər Sasanilər tərəfindən, Xürrəmlər isə Ərəblər tərəfindən yatırılmışdır. Eradan əvvəl 3-cü minillikdə Hind çayı vadisində salınmışdır. Eradan əvvəl 2-ci minillikdə tərk edilmişdir. Burada Hind çayı bizim üçün açar söz rolunu oynayır. Yəni söhbət Hindistandan gedir. Ötkən Hindistana yox, Göytürklərə aid bir ifadədir, Hunlara aid bir ifadədir. Ekbatan Midyaya, Əhəməniyə aid bir ifadədir. Memfis Misirə aid bir ifadədir. Babil Kisarasına aid bir ifadədir və burada Harappa bizim üçün düzgün cavabdır. Hindistan tarixinə aiddir və verilən fikirlər Harappa mədəniyyətinə uyğun gəlir. Düzgün cavabımız Harappa. Lullubi və Kuti dövlət qurumlarından fərqli olaraq Aratta dövlət qurumu Urmiya gölü ətrafında yaranmışdır. Lullubiyə də aiddir, Kutiyə də aiddir. Bu cavabı götürə bilmərik, ona görə çıxardırıq. Cənubda Diyala çayı ilə həmsərhəd idi. Cənubda Diyala çayına çatan Lullubi idi, ona görə çıxardırıq. Eradan və 3-cü minilliyin ilk yarısında yaranmışdır. Bəli, Lullubidən Kuti ikinci yarısında yaranıbdır, lakin Aratta dövlət qurumu birinci yarısında yaranmışdır. Bu bizim düzgün cavabımız olacaq. Bunun qarşısına quş işarəsi qoyuruq. Davam edək. Akkad dövlətini süquta uğratmışdır. Bu Kuti dövlət qurumuna aid bir xüsusiyyətdir. Qarşısına çıx qoyuruq. İki çay arası ilə geniş əlaqələrə malik idi. Bu dövlət qurumlarımızın üçü üçün də xarakterik ola bilər. Ona görə bunu da çıxardırıq. Tarixi proseslərin ardıcıllığını tamamlayan bəndləri müəyyən edin. İlk baxışdan böyük və çətin suala oxşasa da, bu sualın çox rahat həll olunma üsulu var. Məsələn, burada biz Misirin müsəlmanlar tərəfindən fəth edilməsini istinad nöqtəsi kimi götürsək, bir çox cavabı həmin bu istinad nöqtəsinə baxaraq müəyyən edə bilərik. İndi isə baxaq suallara. İslam dininin zəif yayılması, bütün ticarət yollarının Bizansın əlinə keçməsi. Burada bütün ticarət yollarının Bizansın əlinə keçməsi ifadəsi tam doğru deyil. Çünki bu hissədə verilib ki, Bizans-Sasani, bax bu hissədən söhbət gedir, Bizans-Sasani müharibəsi nəticəsində tərəflərin bir-birini zəiflətməsi. Yəni iki dövlət bir-biri ilə müharibə aparırdı və zəifləmişdilər. Bu zaman Ərəb xilafəti güclənməkdə idi, artıq işğallara başlamışdı və onların bir-biri ilə apardığı mübarizədən istifadə edərək onların hər ikisinə qarşı mübarizəyə başladı. Və Bizans bu məntiqlə ticarət yollarını əlinə keçirdə bilmədi. Çünki həm zəifləmişdi, həm də ərəblərə qarşı mübarizə aparmaq məcburiyyətində qalmışdı. Yeni yollar ələ keçirmək əvəzinə əlində olan yolları itirmək təhlükəsi yaşayırdı. Bax, o səbəbdən dolayı burada verilən 1 və 2 ola bilməz. Digər hissəyə baxaq. Ərəblərdə vahid dövlətin olmaması, Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi. Yenə, bax, sizə dediyim istinad nöqtəsinə istinad edirik. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi Misirin fəth edilməsindən sonraki dövrə düşür. Çünki Misir Peyğəmbər və 4 xəlifənin dövrü deyilən, orada Rəşidi xəlifələr daha dəqiq göstərilir. Onların dövründə fəth olunubdur. Ona görə bu hissədəki 1 və 2-ni də çıxardacağıq. Növbəti hissə 6-cı yüzillikdə Yəməni ələ keçirmək uğrunda Bizans-Sasani mübarizəsinin aparılması bunu veribdir. İkinci hissədə deyir ki, İslam ordularının Bizans və Sasaniləri məğlub etməsi. İndi yerinə qoyaq, həqiqətən də baxaq düz gəlirmi? Mübarizə getməyi düzdür, 6-cı yüzilliyə düşür. Ərəblər arasında siyasi dini birliyin olmaması da həmin dövr 6-cı yüzilliyə düşür. Burada ardıcıllıqda ciddi problem yoxdur. Ondan sonra deyir ki, Bizans-Sasani müharibəsi nəticəsində tərəflərin bir-birini zəiflətməsi, yenə ardıcıllıqda problem yoxdur. Sonra 2-ni qoymalıyıq. İslam ordularının Bizans və Sasaniləri məğlub etməsi düz gələr və Bizansı da məğlub edəndən sonra Misirin fəth edilməsi, burada ardıcıllıq gözlənilər. Deməli, düzgün cavabımız bu olmalıdır. Digərinə baxaq. Ərəbistan yarımadasında müsəlmanlar tərəfindən tamamilə fəth olunması, bu həm istinad nöqtəmizə əsasən izah edəcəm, həm birinciyə əsasən. Ərəblər arasında dini siyasi birliyin olmamasından əvvəl yox, sonra verilməli idi. Bax, bu bir nömrədəki fikir. Yəni, bunun yeri səhvdir.
İkinci növbədə yenə səhv var. Kordova xilafətinin yaranması Misirdən əvvəl yox, yenə sonra olmalıdır. Bizim istinad nöqtəmizin gördüyünüz kimi arxasına düşüb. Lakin bax bu hissəsinə düşməli idi ondan sonraki dövrə. Yenə digər sonuncu variantda izah edirik. Birbaşa 2-ni deyim. İspaniyanın fəth edilməsi də o cümlədən yenə Misirdən əvvələ düşə bilməz. Çünki birinci Misir fəth olunmalıdır. Ondan sonra Şimali Afrika ilə irəliləyib gedib İspaniyaya Cəbəl Tariq boğazından keçib İspaniyanı fəth etməlidirlər. Burada da məntiq pozulur. Birincidə də deyirdi ki, hicrətin baş verməsi ilə Məkkənin müdafiənin zəifləməsi. Yəni 2 nömrə burada konkret bizə göstərir ki, əlaqə pozulubdur. Bir nömrə də yenə yeri səhv verilibdir. Əvvəlcə birlik olmamalıdır. Ondan sonra tədricən birləşmə prosesi, müşriklər və iman edənlər arasında mübarizəyə doğru gəlməli idi məsələ. Yəni uyğunsuzluq var Y variantında. Ən düzgün cavabı bir daha təkrarlayaq. 6-cı yüzillikdə Yəməni ələ keçirmək uğrunda Bizans-Sasani mübarizəsinin aparılması bu. İkinci növbədə İslam ordusunun Bizans və Sasaniləri məğlub etməsi düzgün cavabdır. Qədim Roma tarixinə aid uyğunluq gözlənilmişdir. İlk Roma diktatoru idi Oktavian. Xeyr. Oktavian ilk imperator statusunu daşıyır. İlk özünü diktator kimi aparan hökmdar Oktavian yox, Sezar olmuşdur. Bura Sezar yazırıq. Bütün İtaliyanın işğalı başa çatdırıldı. Padşahlıq dövründə yox, Respublika dövründə. Karfagen dövləti ilə müharibə başladı. Makedoniya uğrunda. Makedoniya yox, Siciliya uğrunda. Siciliya. Respublika dövründə ölkəni idarə edirdi. İmperator yox, konsul. Maliyyə işlərinə baxırdı Senat. Bu bizim düzgün cavabımızdır. Azərbaycanın şimal və cənub torpaqlarının Sasanilər dövləti və Ərəb xilafətinin tərkibində birləşdirilməsi nəticəsində 1. Etnik mədəni birliyin təşəkkülü baş verdi, düzdür. 1-i götürəcəyik. 1 olmayan variantları da ixtisar eləyəcəyik. 3 dənə cavabımız getdi. Xristianlığın yayılması üçün şərait formalaşdı. Həm Sasanilər, həm də Ərəb xilafəti bu dinə qarşı mübarizə aparıbdır. Ona görə 2-ni çıxardacağıq. 2-ni variantlardan da çıxardırıq. Artıq düzgün cavab 1-4 olaraq bilindi. Davam edək. Azərbaycanda türk ədəbi dilinin formalaşması başa çatdı yox, hələ 7-ci əsrdə başladı olmalıydı. 3-ü də çıxardırıq. Yadelli işğalına qarşı mübarizədə əhali sıx birləşdi. Bəli, bu da düzgün cavablardan biridir. Bu sualda düzgün cavabımız 1 və 4 olacaq. Uyğunluğu müəyyən edin. Albaniyada xristianlığın yayılması tarixində birinci mərhələni verib, ikinci mərhələni veribdir. Birinci mərhələ 1-ci əsrdən 313-cü ilə qədər olubdur, qeyd eləyək. Digəri isə 313-cü ildən sonra, yəni xristianlığın möhkəmləndiyi dövrdür. Aquien kilsə məclisinin çağırılması 488 olduğuna görə bu birinciyə düşmür. A-nı çıxardırıq, A-nı variantlardan da çıxdaş eləyirik. Yunanpərəst mərhələ idi, bu kitabda belə bir ifadə yoxdur. Maksimum dərəcədə Suriyapərəst yazıla bilərdi bura. Çünki missionerlər, həvarilər oradan gəlirdilər. 4-cü əsrə qədər davam etmişdimi? Bəli, 313 4-cü əsr olduğuna görə 1-ə C-ni götürə bilirik. 1-ə C-ni götürəndə əslində artıq cavab çıxmış olur. Davam edək. Birinci minilliyin ilk yarısına uyğun gəlirmi? Gəlir. Həm bu mərhələ, həm də bu mərhələ uyğun gəlir birinci yarıya. Ona görə A-nı götürürük. Hökmdar Urnayrın xristianlığı dövlət dini elan etməsi ilə başlamışdır. 313-də elan edib və başlayıb, düzdür. B-ni də götürəcəyik. Apostol dövrü kimi tanınırdı, bu yox. Birinci mərhələ, yəni yayılma dövrü, həvari dövrü, apostol dövrü kimi tanınır. Ona görə bunu çıxardırıq. Cavabımız olur 1-ə C, 2-yə A, B. Manna dövlətinin Assuriya dövləti ilə münasibətlərinin pozulmasının səbəbləri. 1. Mannanın İskit padşahlığı ilə yaxınlaşması düzdür. Aşeri yaxınlaşmışdı. 1-i götürürük. 1 olmayan variantları dərhal ixtisar edirik. Azanın Assuriyaya arxalanmaqdan imtina etməsi xeyr. Aza Assuriya meyilli hökmdar olubdur. Ona görə 2-ni götürməyəcəyik. 2-ni çıxardırıq. 2 olan variant varsa onu da atırıq. Ulusunun Urartudan kömək alması. Bəli, qısa müddətli də olsa o kömək alıbdır, Assuriyadan üz döndəribdir.
3-ü götürəcəyik. Bu variantı da ixtisar eləyirik. Artıq 1-3-4 görsəndi. 4-ə baxırıq. Midyada Assuriya əleyhinə üsyanlara Mannanın dəstək verməsi. Bəli, Kaşlaritiyə həmin vaxt üsyan eləyəndə Ahşeri tərəfindən dəstək verilibdi. Ona görə 4-də götürəcəyik. Midyada hökmdar Astiaqın Ahşeriyə yardım göndərməsi. Midya ilə deməli Manna bir-birinə yardım edib, amma Astiaqın dövründə yox. Kaşlaritinin dövründə bir-birinə yardım ediblər. Ona görə 5-i götürə bilmərik. Ən düzgün cavab 1, 3, 4 olacaq. Xəritədə əksini tapmış prosesi müəyyən edin. Burada orta hissədə verilmiş ərazi qədim Yunanıstan ərazisidir. Ondan çıxan qırmızı xətlər isə Yunanların saldığı koloniyalardır. Hətta siz orada bir cümlədə bilirsiniz ki, Qara dənizdən İspaniyaya dək, bax bu ərazidən İspaniyaya dək onların koloniyalar saldığı bilinir. Həmçinin Şimali Afrikada, bax bu hissədə onların koloniyaları var idi. Ona görə də bu sualın düzgün cavabı Yunan koloniyalarının qurulması olacaqdır. Digər variantlar: Yunan Əhəməni müharibələri yanlışdır. Karfagen ilə Roma arasında müharibələr yanlışdır. Dorilərin Yunanistana yürüşü yanlışdır. Makedoniya imperiyasının şərqə yürüşü yanlışdır. Yəni əgər bu digər variantları göstərəcəkdirsə, ox işarələri də onlara uyğun qoyulmalı idi. Burada ox işarələri yalnız Yunan koloniyalarına uyğun qoyulubdur. Azərbaycan torpaqlarında yaranmış İskit şahlığı. İskit şahlığı eramızdan əvvəl 7-ci əsrdə yaranmış, eramızdan əvvəl 590, yəni Midyanın onun varlığına son qoymasına qədər davam etmişdir. Urartu ilə müharibədə İranzuya hərbi yardım göstərdi. İskit şahlığı ilə İranzu eyni dövrə düşmür. İranzu 740-719-cu illərdə hakimiyyətdə olubdur. Ona görə bu variantı çıxardırıq. Urartu dövlətinin varlığına son qoydu. Xeyr. Tarixdə belə bir hadisə yoxdur. Urartunun varlığına Midiya son qoyubdur. 590-cı ildə eradan əvvəl. Manna ilə ittifaq qurub Assuriyaya hücum etdi. Bəli, Ahşerinin vaxtında bunların ittifaqı olubdur. Assuriyaya da hücum ediblər. Düzgün cavabımız budur. Assuriya dövləti tərəfindən süquta uğradıldı. Xeyr, bayaq dediyimiz kimi Midiya tərəfindən süquta uğradılıbdır. Yerli Alban tayfalarını sıxışdırıb regiondan çıxartdı deyə bir şey də tarixdə yoxdur. Əksinə, türkləşmə prosesinə daha da töhfə veribdir bu hadisə, onların gəlişi. Qədim Misir tarixinə aiddir. Ali məmur olan Çati həm də başkomandan idi. Xeyr, bu yanlışdır. Çatinin bir çox vəzifəsi var idi, amma başkomandan hesab olunmurdu. Biri çıxardırıq, biri variantlardan da dərhal ixtisar edirik. Qulları yad düşmən adlandırırdılar. Bu, qədim Misirə yox, Hindistana aid bir xüsusiyyətdir. İkini çıxardırıq, variantlardan da ixtisar edirik. Vahid dövlət yaradılarkən paytaxtı Fiv idi. Xeyr, Fiv yox, Memfis şəhəri olmuşdur. Misirin ilk paytaxtı. 3-ü çıxardırıq, variantlardan da atırıq. 4-ə baxırıq. Eradan əvvəl 2-ci minillikdə Het dövləti ilə mübarizə aparmışdır. Bəli, aparıbdır. Eradan əvvəl 1286-cı ildə də Kadeş sülhünü imzalayıbdır. Fironun Tanrının yer üzündəki təmsilçisi sayılırdı. Bəli, Firon həqiqətən də Tanrının yer üzündəki təmsilçisi sayılırdı. Yarı Tanrı kimi gedirdi. 4, 5 bu sual üçün düzgün cavabdır. Qədim Yunanistan tarixinə aid uyğunluğu müəyyən edin. Səbəb nəticə aid sxem verilibdir. Biridə deyir ki, vulkan püskürməsi, Mikena mədəniyyətinin məhv olması, Mikena yox, buraya yazılmalıydı Krit mədəniyyəti. Biri çıxardırıq. Biri variantlardan da ixtisar edirik. 2. Quraqlıq illərində kəndlərin öz ağalarından borc alması, qulların sayının artması. Bəli, bu köləlik yaradırdı. Daha sonra da onlar tədricən həmin o borc alan insanlar qula çevrirdilər. 2-ni götürürük. Solun islahatlarının keçirilməsi, Attikanın bütün sakinlərinin vətəndaş hüququ alması. Burada bütün sözü uyğunsuzluq yaradır. Yəni, daha konkret ifadə ilə göstərilməli idi. Çünki orada bütün sözünü işlədəndə qullar da nəzərdə tutula bilər. 3-ü çıxardırıq.
Üçü variantlardan da ixtisar edirik. 4-ə baxaq. Dori tayfalarının yürüşü, Sparta şəhərinin yaranması. Bəli, eradan əvvəl 2-ci minillikdə Dori tayfalarının yürüşləri ilə Sparta şəhərinin əsası qoyulmuşdu. Diqqətli olun, burada şəhəri deyir. Şəhər dövlət demir. Ona görə də 2-4 götürülür. Xəritədə paytaxtları göstərilmiş dövlətlərə aid ümumi cəhətdir. Qəbələ verib, yəni Albaniya dövlətinə burada işarə veribdir bizim üçün. Aşağıda Qazakanı veribdir və Atropatena dövlətinə işarə veribdir. Eradan əvvəl 3-cü yüzilliyin əvvəllərində yaranmışdır. Xeyr, hər iki dövlət 4-cü yüzillikdə əsasən də Makedoniyalı İskəndərin vəfatından sonraki tarixi proseslərdə yaranmışdır. Ona görə biri çıxardırıq. Selevki dövlətinin hücumuna məruz qalmışdır. Bu, Atropatena tarixinə aiddir. Eradan əvvəl 223-cü ildə bu yürüşə məruz qalıbdır. Bunu da çıxardırıq. Midiyanın süqutu nəticəsində müstəqil olmuşdur. Xeyr, bayaq da dediyimiz kimi bu hadisə Makedoniya dövləti ilə bağlıdır. Bizans imperiyası və Xəzər xaqanlığı ilə mübarizə aparmışdır. Atropatena tarixində belə hadisələr yoxdur. Bu, feodal Albaniyasının tarixi ilə bağlı hadisələrdir. Ona görə də bunu da çıxardırıq. Hətta həmin vaxtda paytaxt Bərdə şəhəri idi. Ərazisi Azərbaycan Respublikasının bəzi rayonlarını əhatə etmişdir. Albaniya demək olar ki, əsasən elə bizim indiki ərazini əhatə eləyir. Qazaka, yəni Atropatenanın olduğu tərəf də bir hissəsi əhatə eləyibdir vaxtilə. Ona görə də ən düzgün cavab bu qalacaqdır. Sacilər, Salarilər və Ravvadilər dövlətlərinin varlığına son qoymuş tarixi şəxsiyyətlərin adlarının ardıcıllığının düzgün verildiyi bəndi müəyyən edin. Sacilər dövlətinə Salarilər dövlətini yaradan insan son qoyubdur. O da Mərzban İbn Məhəmməd idi. Bu da yalnız bir sırada verilibdir, 3-cü sırada. 3-ü işarələyək, davam edək. Salarilər dövlətinə də Rəvadilər dövlətini yaradan son qoyubdur. Yəni Əbülhica, bax bu hissədə 3-cü sırada davam edir. Rəvadilər dövlətinə isə Səlcuqlar dövləti son qoyubdur. 1054-də əvvəlcə tabe eləyir. Daha sonra isə 1065-ci ildə tamamilə Alparslan son qoymuşdur. Yəni 3-cü sıra düzgün verilmiş sıradır. Digərləri yanlışdır. Avropada feodal münasibətlərinin yaranması müşahidə olunurdu. Burada diqqətli olun, Azərbaycanda yox, Avropada deyir. Ona görə bu şəkildə baxırıq. Roma imperiyasının respublikaya çevrilməsi ilə. Roma imperiyası eradan əvvəl 509-cu ildə respublikaya çevrilibdir. Bunun feodalizmlə heç bir əlaqəsi yoxdur. Ona görə biri variantlardan çıxardırıq. Suvarma sistemlərinin dövlətin ixtiyarında olması ilə bu daha çox Avropaya yox, şərq ölkələrinə aid bir xüsusiyyətdir. Avropa ölkələrində birbaşa feodalın ixtiyarında olurdu bu tipli xüsusiyyətlər. Ona görə 2-ni də çıxardırıq. 2-ni çıxanda artıq bizim düzgün cavabımız görsənir. Roma imperiyasının dağılması ilə düzdür, xristian dininin yayılması ilə düzgün cavabdır. Bu sualda ən düzgün cavab 3 və 4 olacaqdır. Azərbaycanda xilafət dövrünə aid ifadələrin izahlarının doğru verildiyi sətirləri müəyyən edin. 1. Rabat xüsusi hərbi məskən düzdür. 2. Vəqf dini idarələrin ixtiyarında olan torpaqlar düzdür. Cavabımız 1 və 2-dir. Digərlərini ixtisar edirik. 3-də cizyə cəmaət torpaqları deyil. Cizyə can vergisidir. Cəmaət torpaqları da icma adlanırdı. 3-ü çıxırıq. 4-də xərac hərbi qulluğa görə verilən mükafat deyil. Xərac vergi növüdür. Hərbi qulluğa görə verilən torpaqlar isə iqta torpaqlar adlanırdı. Cavabımız 1 və 2 olacaq. Manna dövləti yaranmışdır. Manna dövləti eramızdan əvvəl 9-cu əsrdə yaranıbdır. Qeyd edirik bunu. İndi isə baxaq verilən fikirlərə. Bir də Zamoa hakimlərinin birləşdirmə səyləri nəticəsində düzdür. Hətta Zamoa ən böyük vilayətlərdən biri idi. Müstəqil fəaliyyət göstərən vilayətlərin artması ilə xeyr, bu dövlət yaratmasını kömək edən bir səbəb deyil, əksinə dövlət yaranmasına mane olan bir səbəbdir. Ona görə 2-ni çıxardırıq. İranzunun mərkəzləşdirmə siyasəti sayəsində. İranzu mərkəzləşdirmə eləyibdir. Lakin İranzu eradan əvvəl 719-cu illərdə hakimiyyətdə olubdur. Dövlətin yaranması
hansı hökmdarın adı ilə bağlıdır o verilmir. İlk hökmdar olaraq Udakin adı çəkilir. 4. Urartu və Əhəmənilərə qarşı mübarizə şəraitində. Burada Urartu ola bilər, amma Əhəmənilər qəti surətdə ola bilməz. Çünki Əhəmənilər Mannadan hələ çox sonrakı dövlətdir. 4-də çıxırıq. Asuriya hücumlarından qorunmaq zərurətindən bu düzdür. Düzgün cavab 1 və 5 olacaq. Digər cavabları çıxardırıq. Xəritələrdə göstərilən ərazi dəyişikliyi əks etdirir. Gördüyünüz kimi burada vahid haldadır. Birinci xəritədə, bax bu xəritədə vahid halda verilibdir. İkinci xəritədə isə Şirvanşahlar dövlətinin ərazisi, Dərbənd əmirliyinin ərazisi, Şəki hakimliyinin ərazisi fərqləndirilibdir. Bu da feodal dağınıqlığının olduğu dövrə işarə edir. Yəni artıq Ərəb xilafətinin zəifləməsi, yeni dövlətlərin yaranması dövrüdür Azərbaycan tarixində. İndi baxaq. Xırda dövlətlərin ləğv edilməsi və bir dövlət halında birləşməsi. Xeyr. Əksinə, vahid dövlət parçalanır, xırda dövlətlər yaranır. Ona görə bu yanlışdır. Azərbaycanda xilafətin hakimiyyətinin başa çatması və dövlətçilik ənənələrinin dirçəlməsi. Bəli, Şirvanşahların yaranmasından sonra 861-dən etibarən dirçəlməyə başlayıbdır. Düzgün cavabımız da bu olacaq. Vahid Azərbaycan dövlətinin dağılması və kiçik dövlətlərin yaranması. Vahid Azərbaycan dövləti dağılmır. Dağılan Ərəb xilafətidir. İşğalçı dövlətin mövqeyinin sarsılması və Atropatena, Albaniya kimi müstəqil dövlətlərin yaranması. Bu Atropatena və Albaniya dövlətləri Makedoniyadan sonra yaranıbdır və bu xəritə ilə əlaqəsizdir. Xəritədə Atropatena, Albaniya göstərilməyibdir. Feodal dövlətlər göstərilibdir. Ona görə çıxardırıq. Makedoniyalı İskəndərin imperiyasının dağılması və yerli dövlətçilik ənənələrinin bərpa edilməsi. Xeyr, bu da yanlışdır. Birinci minilliyin ilk yarısına aid olanları müəyyən edin. 1. Atropatenada zərdüştlüyün yayılmağa başlaması. Bu, bizim eranın birinci minilliyi deyil, eramızdan əvvəl birinci minillikdən artıq dövlət yaranandan sonraki dövrlərdə yayılmağa başlamışdı. Ona görə 1-i çıxardacağıq. Albaniyada Aguyen kilsə məclisinin çağırılması 488-dir və bu, birinci minilliyin birinci yarısına düşür. 2-ni götürəcəyik. Azərbaycanda Pəhləvi yazı sistemindən istifadə edilməsi. Bəli, Sasanilərin dövründə bu yazı sistemi tətbiq olunubdur və istifadə edilibdir. Birinci minilliyin birinci yarısına da düşür. İlk yarısını istəyir çünki bizdən. Şamaxının Sündi kəndində günbəzli məscidin inşa edilməsi isə Sündi məscidi adlanır, 920-ci ildir. Bu, ilk yarıya düşmür, ikinci yarıya düşür. Deməli, bizim düzgün cavabımız bu sualda 2 və 3 olmalıdır. Xanlıca ardıcılığı müəyyən edin. Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi 630-cu ildir. Şirvan və Dərbənd hakimi Şəhriyarın Ərəb sərkərdəsi ilə sülh müqaviləsi bağlaması 1-ci Bələncər döyüşündən sonradır. Yəni bunu təxmini olaraq 643 kimi yaza bilərik. Ərəblərin Sasanilər üzərinə ilk hücumlarının başlaması isə 633-cü ildən etibarəndir. Orada İraq və Şam ərazilərinin tutulması qeyd olunurdu. Birinci 1 gələcək, daha sonra 3, sonra isə 2 gələcək. Cavabımız 1, 3, 2 olacaq. Erkən Tunc və ilk dəmir dövrlərinə aid ümumi cəhətləri müəyyən edin. Süni suvarmadan istifadə edilməsi, bəli, Erkən Tuncdan başlayaraq günümüzə qədər istifadə olunur. 1-i götürəcəyik. Köçmə yaylaq maldarlığının əhəmiyyətini itirməsi, xeyr. Tarixdə belə bir hadisə ümumiyyətlə baş verməyibdir. Metaldan əmək alətlərinin hazırlanması Eneolitdən başlayaraq günümüzə qədər davam etdiyi üçün burada 3-ü də götürə bilərik. Düzgün cavabımız 1 və 3 olacaq. Şumerlərin tarixinə aid doğru fikirləri müəyyən edin. Doğruları istədiyinə görə bunu qeyd edirik burada. İndi isə keçək baxmağa. 1-də deyir ki, Şumer şəhər dövlətlərdə idarəetmə əvvəllər teokratiyaya əsaslanırdı. Bəli, teokratiya üsulu onlarda var idi. 1-i götürə bilərik. 2-də deyir, eradan əvvəl 7-ci minillikdə Misirdən gələrək İkiçay arasında məskunlaşmışlar. Xeyr, Misirdən gəldikləri yox, Altay dağları tərəfdən gəldikləri ehtimal olunur. 2-ni çıxardırıq. 3-də şəhər dövlətlər Luqal adlanan kahin tərəfindən idarə edilirdi. Luqal adlanan kahin yox, Ensi adlanan kahin olmalı idi burada. Luqal hərbi başçıya deyilirdi. Sonradan onlar da başçılara çevriləcəklər. 3-ü də çıxardırıq. Tarixdə ilk yazılı qanunlar yaradılmışdır. Bəli, tarixdə ilk yazılı qanunlar Şumerlərə aiddir.
Düzgün cavabımız bu sualda 1 və 4 olmalıdır. Uyğunluğu müəyyən edin. Qaraxanlı dövləti, Qəznəvi dövləti. A variantı. 10-cu yüzilliyin birinci yarısında iki yerə parçalandı. Burada 1042-ni deyir. Qaraxanlı dövlətinə aiddir. Birin qarşısına A yazırıq. 1042-ni də buraya yazırıq. İbn Sina və Əl-Biruni kimi alimlər sarayında himayə edilirdi. Qəznəvi dövlətinə aiddir. Mahmud Qəznəvi tərəfindən himayə olunubdur. B-ni buraya yazırıq. Əsas rəqibi Uyğur xaqanlığı idi. Bunların heç birində əsas rəqib Uyğur xaqanlığı kimi verilmir. Banisi sultan tituluna layiq görülən ilk türk hökmdarı idi. İlk sultan tituluna layiq görülən hökmdar Mahmud Qəznəvi kimi var tarixdə Qəznəlilərdə. Amma yaradan hökmdar o deyil, ona görə götürmürük. Əfrasiyab sülaləsi tərəfindən idarə edilirdi. Bu da Qaraxanlılara aid idi ki, özlərini Əfrasiyabın soyundan gələnlər hesab edirdilər. 1-ə A-Y, 2-yə B olmalıdır. Məktubun ikinci cümləsində nəzərdə tutulan Azərbaycan şəhərinin mənbədə verilməyən adını yazın. Məktubun özü bu hissədən başlayır, bu hissədə bitir. Bunun ikinci cümləsi isə, bax, bu hissədə nöqtə var. Uca sözü ilə başlayan cümlə axıra qədər demək olar ki, bax, bu hissəyə qədər davam edir. Uzun bir cümlədir çünki. Həmin o cümlənin içində Babül Əvvab adlı şəhərin adı keçir. Babül Əvvab da siz bura tərcümə ilə qapılar qapısı da yazsaydınız düzgün cavab kimi qəbul olunacaqdı. Eyni zamanda qısaca Dərbənddə yaza bilərsiniz. Dərbənd və ya qapılar qapısı. Hər ikisi mənbədə verilməyən ifadə olduğuna görə düzgün cavab hesab oluna bilər. Məktubun yazıldığı ilədək Xəzər xaqanlığının həmin hücumları dayandırmadığını göstərən nümunələrdən ikisini yazın. Məktubun yazıldığı il 960-cı ildir. Bax, bu hissədə dairəyə alırıq. Deyir, bu hissəyə qədər biz harda onların yürüşlərinin olduğunu görürdük. Siz bura konkret olaraq yürüşlərin illərini qeyd edə bilərdiniz. Yəni, Slavyanların 909 yürüşü, 910 yürüşü, 914 yürüşü, 944 yürüşü, bunları qeyd eləmək olardı və ya bunların içində baş vermiş hadisələrdən fikirlər seçə bilərdiniz. Məsələn, 914 yürüşünün içindən, 944 yürüşünün içindən müəyyən bir fikirlər seçilib yazıla bilərdi. 914 yürüşündə siz bilirsiniz ki, Xəzər xaqanı bu yürüşə etiraz eləmişdi, onlara qarşı mübarizə aparmışdı. 944 yürüşü ən ağır yürüşlər içərisində idi. Orada Bərdə şəhəri çox ağır dağıntılara məruz qalmışdı. Şəhər ondan sonra bir də özünə gələ bilməmişdi. 914-də dedik ki, Xəzər xaqanlığı ilə bağlı məsələlər idi. Bu yürüşə etiraz eləmişdi. Yəni, müxtəlif üsullarla bu yürüşləri təsvir edə bilərsiniz. Ya yürüşlərin illərini yazmaqla, yürüşlərin içərisindən hansısa bir hadisəni seçib yazmaqla göstərə bilərsiniz. Burada da deyir ki, hücumların dayandırılmadığını harda görürük? Elə yürüşlərin özündə görürük. Sonuncu abzasda bəhs edilən narahatlığın haqlı olduğunu göstərən mənbədə verilməyən nəticələrdən ikisini yazın. Sonuncu abzas bu hissədir. Burada Kiyev knyazı Svyatoslavın birbaşa Xəzər xaqanlığına yürüş etdiyindən bəhs olunur. Burada siz nəticə kimi həmin yürüşdən sonra, yəni 965-ci il yürüşünün nəticəsi kimi yaza bilərdiniz ki, paytaxt İdil şəhəri qarət olundu. İdil şəhəri qarət olundu. İkincisi isə bu qarətdən, bu talancı yürüşdən sonra Xəzər xaqanlığı süqut edir. Xəzər xaqanlığı süqut etdi.